Kəbədən qabaq müsəlmanların qibləsi hara olub? Məhəmməd Peyğəmbər hansı tərəfə namaz qılıb? Allah Teala buyurur فَلَنُوَلِّيَنَّكَ قِبْلَةً تَرْضَاهَا Səni ürəyimin istəyib razı qaldığın qibləyə tərəf yönəldəcəyik. فَوَلِّ وَجْهَكَ شَطْرَ الْمَسْجِدِ الْحَرَامِ Üzümüzü Məscid Harama çevir. Peyğəmbər sallallahu aleyhi və səlləm bundan qabaq hara namaz qılırdı? 1 il 6 ay. Deməli Peyğəmbər sallallahu aleyhi və səlləm 1 il 6 ay qibləsi olub vəhiy ilə, sünnə ilə, Quranda yoxdur. Və qiblə də olub. Elə deyil. Şatral Məscidil Haram, Məscid Haram Quranla bilirik. Düzdür? Ondan qabaq da 1 il 6 ay qılıblar hara? Biz Qüds deyirik, biz hədisləri qəbul edirik. Miskinlər nə deyir? Desələr Qüdsə harda yazılıb? Quran-ı Kərimdə harda dəlil var ki, Qüdsə namaz qıl. Deməli Peyğəmbər sallallahu əleyhi və səlləm namazı vəhiy ilə qılıb qardaşlar. Yəni Peyğəmbər sallallahu üzünü hara gəldi çevirməyib. Vəhiy ilə Peyğəmbərə 1 il 6 ay qiblə göstərilib. Quranda da yoxdur, sünnədə gəlir. Deməli sünnə vəhiydir.